Salam hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə 9-cu sinif kimyadan KZG 2-nin izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiyinizsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda soruşur. Keçid elementlərini göstərin. Yadınıza saxlayın ki, əlavə yarım qrup elementləri keçid elementlərdir. Buradan da dəmirdir, misdir, sinkdir. Bunlar əlavə yarım qrupdur. Kalsium 2-ci əsas yarım qrupda, xlor isə 7-ci əsas yarım qrupunda yerləşmiş olur. Boz çuğunun tərkibində karbon hansı şəkildə yadınızda saxlayın? Boz çuğunun tərkibində karbon qrafit şəklində olur. Ancaq poladlıq çuğunun tərkibində isə sementit şəklində olmuş olur. Dəmirin ərintilərini müəyyən edin. Dəmirin ərintiləri polad və çuğundur. Onun tərkibində, poladın tərkibində karbonun miqdarı 0,1-2%-ə qədər, çuğunun tərkibində isə karbonun miqdarı 2-4%-ə qədər olmuş olur. Sonra hansı birləşmədə dəmir 3 valentli, birləşmədə dəmir 3 valentlik göstərmiş olur? Çuğunun alınma sxemini yazın. Bu neçənci? 5-ci sualımızın burada izahını yazırıq. Çuğunun alınma sxemi ümumiyyətlə yadınıza saxlayın ki, tam sxem olaraq dediyinə görə biz bunu bu şəkildə yaza bilərik. Məsələn, dəmir 3 oksid, dəmir 3 oksid, üstə gəlinsin karbon, dəmir alınır, plus dəm qazı və yaxud da ki, biz dəmir bu şəkildə yazaq. Bu ümumi sxemdir. Ümumiyyətlə yadınızda saxlayın ki, çuğun donması səviyyəsində alınması üçün yuxarıdan dəmir filizi. Dəmir filizi olaraq bir dəmir 3 oksid, bir dəmir yanığı ilə istifadə edilir. Dəmir yanığından istifadə edilir və bunlar müvafiq olaraq karbon və yaxud da ki, dəm qazı ilə reduksiya uğrayaraq dəmirə kimi reduksiya uğramış olur. Bu zaman dəmirin bir hissəsi közərmiş kömürlə və yaxud da ki, bunu da kokus deyirik, közərmiş kömür və yaxud da ki, kokus, bir də dəm qazı və bu dəm qazdır, bu da közərmiş kömür və ya kokus deyirik. Reaksiyaya girir, alınan dəmirin bir hissəsi. Bu zaman, məsələn, karbid əmələ gəlir. Bundan başqa dəmirin bir hissəsi dəm qazı ilə da reaksiyaya girir və bu zaman karbon qazı alınmış olur. Ümumiyyətlə, bu proseslərlə yanaşı yadınıza saxlayın ki, burada silisium da olur, manqan da olur, fosfor da olur. Ona görə də bunlar məsələn boş sıxırlar şəklində olur. Silisium 4 oksid boş sıxırdır. Onun üzərinə karbonu gəlsək, bu zaman silisium bir də dəm qazı. Dəm qazı qaz alındı, mütləqa onlar çıxmış olur. Boş sıxırın biri də manqan 4 oksiddir. Manqan 2 oksiddir. Üzərinə də karbon gəlsək, bu zaman manqan qalır, bir də dəm qazı yenə çıxmış olur. Sonra boş sıxırın biri də kalsium fosfatdır. Bunun da üzərinə yenə karbon gəlsək, bu zaman alınır fosfor alınır, üstünə gəlirsə kalsium oksidi alınır, plus dəm qazı alınmış olur. Dəmir 2 piridin tərkibində qızdırırıq temperaturla, bu zaman
dəmir, 2 sulfid alınır, bir də kükürt. Yekun olaraq donma prosesində bu reaksiyalar baş verir. Əgər bizdən sxem, konkret sxem götürdükdə bu iki reaksiyanı yazmaq bizə kifayət etmiş olur. Sonra uyğunluğu müəyyən edin. Pirit budur, malahit formulu budur, sfaleritin formulu isə budur. Uyğunluğu müəyyən edin. Deməli, dəmirin uyğun gəlir. Bir də deyir ki, bir də poladın əsas tərkib hissəsinə daxildir. Bir də deməli, C, bir də Y. Poladın əsas tərkib hissəsinə daxil olması. Sonra singə uyğun gəlir. Singə uyğun gəlir. A uyğun gəlir. Misə də uyğun gəlir. 1B, bir də misə uyğun gəlir B. Yəni bu formul, elektron formulu və təbiətdə həm sərbəst, həm də birləşmə şəklində rast gəlməsi uyğun gəlmiş olur. Sonra deyir, reaksiyaları tamamlayın. Sink oksidin üzərinə sink oksid alınacaq. Burada mis 2 xlorid alınacaq. Burada mis plus su alınacaq. Burada mis xrom 2 xlorid plus hidrogen. Bu reaksiya alınacaq. Sonra deyir ki, 5,6 qram dəmirin aktiv miqdarda götürülmüş xlorid turşusunun reaksiyasından neçə litr hidrogen alınır? Əvvəlcə dəmirin xlorid turşusunun reaksiyasını yazırıq. Dəmir üstə gəlinsin. Xlorid turşusu alırıq dəmir 2 xlorid plus hidrogen. Bunun qarşısında da 2 yazsaq bəs edilmiş olur. Buradan baxırıq, görürük ki 56 qram dəmir reaksiyaya girəndə 22,4 litr hidrogen ayrılır. 5,6 qram reaksiyaya girəndə nə qədər alınacaq? X də bərabərdir 2,24. Yəni burada olur cavab 2,24. Cavabımız oldu 2,24. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda bizdən mis sulfat məhluluna salınmış misin kütləsi 8 qram artır. Neçə qram mis reduksiya olunur? Ümumiyyətlə yadınızda saxlayın ki, lövhənin kütləsi artırsa, ilk öncə reaksiya tənliyini yazmaq lazımdır. Mis sulfatın üzərinə gəlib dəmir lövhəni saldıqda alınır. Bu zaman dəmir sulfat alınacaq, mis çıxacaq. Deməli, burada nə baş verdi? Yer dəyişmə baş verdi. Dəmirin bir hissəsi həll olundu, mis isə lövhənin üzərinə çöktü. Deməli, mis lövhəsinin üzərinə misin kütləsi necədir? 64. 64-dən 56-sını çıxsaq necə? 8 qram. Deməli, neçə qram mis? Elə 64 qram mis reduksiya olanda lövhənin kütləsi 8 qram 60 olur.